İndi 21-ci sualdayıq. Belə loqaritim iki tənlikləri köklərin hansını istəyirsən? Həm birincini etməliyik. Hər tərəfi loqaritmləyirəm. Yazılan loqaritim 2 əsasdan x üstündə 1 üstəgəl loqaritim 2 əsasdan x bərabər loqaritim 2 əsasdan 4. Burada bu hissə bildiyimiz kimi qüvvət olduğuna görə qarşıya keçir. 1 üstəgəl loqaritim 2 əsasdan x vurulsun loqaritim 2 əsasdan x bərabərdir 2. İndi loqaritim 2 əsasdan x-ə bir dənə t deyirəm. Bu olur 1 üstəgəl t vurulsun t bərabərdir 2. Yəni t kvadrat üstəgəl t çıxıq 2 bərabər 0-a. Buradan t-nin 1 və mənfi 2 olduğunu tapıram. T-nin 1 və mənfi 2 olduğunu tapıram. İndi t 1 olanda x bərabər olurmuş 2-yə. T 2 olanda x bərabər olur 2 üstü mənfi 2-yə. Yəni 4-də 1-ə. x1, x2 köklərin hansıdır onu deyəcək. 3-də 1. İndi 22-ci suala baxıram. Loqaritim, limit x mənfi 1-ə gedir. Kök altda 3-cü dərəcədən x üstəgəl 1 bölünsün x üstəgəl 1. Burada gördüyünüz kimi mənfi 1-i yerinə qoyanda 0 bölü 0 qeyri-müəyyənliyi alınır. Ona görə də yazıram. Limit kök altda 3-cü dərəcədən x üstəgəl 1 x mənfi 1-ə gedir. Göstərməsini. Aşağıdakı düsturunu açıram. Kök altda 3-cü qıqlar düsturu ilə 3-cü dərəcədən x üstəgəl 1 kök altda 3-cü dərəcədən x-in kvadratı çıx, kök altda 3-cü dərəcədən x üstəgəl 1. İndi bunlar bir-birini apardıqdan sonra mənfi 1-i yerinə rahat şəkildə qoyuram. Nə edir? 1 bölünsün. Mənfi 1-in kvadratı 1. Mənfi 1 qarşısına mənfi 1. 1 üstəgəl 1. Yəni cavabımız eləyəcək 3-dən 1. Deməli, birinci cəhddə biz mənfi 1-i yerinə qoyanda düzgün bir şey almadıq, 0 bölü 0 aldıq. Buna görə ya l'hopitalın alternativ üsulu l'hopitaldır, sürətlə məxfiyyətdən teoremi almaqla, ya da ki, bu üsulunu sadələşdirə bilərik. 23-cü sualda bizə tərəfi bütün tilləri 3/2 olan tetraedrin həcmini istəyir. Tetraedrin həcmi düsturu da a kub kök 2 bölünsün 12-dir. Buradan nə tapa bilirəm? A-nı yerinə qoyanda eləyəcək 54 kök 2 vurulsun kök 2 bölünsün 12. Bunu da hesablayanda 108 bölü 12 eləyir. Yəni 9-a bərabərmiş. 24-cü sualda ABC bərabər tərəfli üçbucağında DF FY-yə perpendikulyar, FY BC-yə perpendikulyardır. DF 6-dır. C-yə 5-dir. Onda B-yeni istəyir bizdən. Buradan bərabər tərəf olduğuna görə hər bir bucağa 60-dır. Bura 60-dır, bura 90-dırsa, bura 30-dur. YS 30-un qarşısında qalan katet olduğuna görə hipotenuzun yarısıdır. Əgər YS 5-dirsə, hipotenuzun da 10-dur. Buradan da bu bucaq 60-dan o bucağa, çünki bərabər tərəfli bucağın daxili bucağıdır. Bura 90, bura 30 olanda burada 60 qalır. Yerdə qalan bucaq da 60-dır. Yəni bu ADF bucağı da ADF bucağı da bərabər tərəflidir. Onda burada 6 olacaq. Deməli, bizdə AC tərəfinin uzunluğu 10 üstəgəl 6, 16-ya bərabər. Onda bütün tərəflərin uzunluğu 16-dır, çünki bərabər tərəfli bucaqdır. BY-nin uzunluğunu da tapmaq üçün 16-dan 5-ə çıxıram, 11-ə bərabər eləyəcək.